yaxşı xidmət etdiyinə görə hərbi hissə komandiri tərəfindən əlavə məzuniyyətə buraxılan nizam-intizamlı əskəri valideyninə qovuşdurmaq üçün yola düşürük. Gəldik, çatdıq verilişimizin ən maraqlı hissəsinə. Əskərimiz maşındadır. Əskərimizin anasının işlədiyi yerə gətirmişik. Anasının xəbəri yoxdur. Əskərimizin anası bağçada işləyir. Gəlmişik bağçaya. Xoş gördük. Əskərimizin anası sizsiz. Xoş gördük. Bizə gəlir, çox sağ olun. Komanda TV-dən sizin əskəriniz çox yaxşı xidmət edir. Yarışda yer tutub və ona görə də biz gəlmişik sizdən müsahibə alaq. Məktəbdə də gözəl nailiyyətləri, qabiliyyətləri yəni həmişə yaxşı göstərib, birinci yerə çıxıb. Hərbi xidmətin də çox gözəl. Qoy zəng eləyək komandirinə, bir əskərlə danışın. Siz bizim əskər anamızsınız, çünki bilirsiniz da, biz həmişə daim yaxşı xidmət edən əskərləri çəkib işıqlandırırıq. Bircə saniyə. Komandir, salam aleykum. Biz gəldik, çatdıq, əskərimizin anasından müsahibə götürürük. Əskərimiz yanınızdadır. Hə, verin qoy anası ilə danışsın. Alo, salam oğlum, necəsən? Sağ ol oğlum, sən necəsən? Təbrik edirəm, çox sevindik, şad olduq. Birinci yerə çıxdığın üçün. Çox sağ ol oğlum, yaxşı, sən də həmişə yaxşı ol. Oyun olsun sənin bol-bol uğurlarını eşidək, nailiyyətlərini görək inşallah. Çox sağ ol oğlum. Nə qədərdir görmürsünüz oğlunuzu? 4 ay olar. 4 ay olar. Darıxmısınız deyirsiniz. Bəli, bəli, çox. Bir ana üçün övlad əlbəttə şirin olur. Şirin olur, şirin çox. Buyurun qarşılayın. Başımı okşa biraz anne. Əskərimiz yaxşı xidmət etdiyi üçün komandiri tərəfindən əlavə 7 gün məzuniyyətə evə buraxılır. Mən onun sənədlərini anama təqdim edirəm. 7 gün evdə olacaq. Sizə çox sağ olun, Allah köməyiniz olsun. Sevindim, çox. Sizə də çox-çox təşəkkür edirəm. Var olun, biz də sizə təşəkkür edirik ki, bu cür övlad böyüdüb boya başa çatdırmışsınız və biz də komandativ olaraq fəxr edirik ki, hər zaman məhz bu cür əskərlərimizi, əskər qardaşlarından seçilən, yaxşı xidmət aparan əskərlərimizi həmişə gətirib anaya sürpriz edirik. Təbrik edirəm, həmişə evində, eşiyində, səhədə xidmətində uğurlar. Çox sağ olun, Allah razı olsun sizdən. Komandativ olaraq daha bir əskəri öz valideyninə qovuşdurduq. Hər bir əskərə öz valideyninə qovuşmaq ümidi ilə hələlik.